Fundamentalizm radikalizmi apara bilərmi ümumiyyətlə? Bu da gözəl bir məsələdir, sualdır. Fundamentalizm deyildikdə aydındır ki, bir şeyin fundamenti, təməli, kökü nəzərdə tutulur. Bu da əslində fundamentalizm sözü, biz görürük ki, bu sözü əsasən kimlər işlədir? Bəzi qərb dünyasında olan şərqşünaslıq mərkəzlərinin icad etdiyi terminlərdəndir. Xüsusən də məsələn müsəlmanları onlar bir neçə kateqoriyaya bölürlər və kateqoriyaya böldükləri zaman mülayim müsəlman tipləri, həmçinin fundamental müsəlman tipləri, aqressiv və s. belə kateqoriyalar bölürlər. Bəli, təsnifata bölürlər və görürsən ki, ilk təsnifata orada İslamın təməl prinsiplərinə möhkəm sarılmış müsəlmanları fundamental təfəkkürlü müsəlmanlar adlandırırlar. Təbii ki, söhbətimiz əsnasında demək olar ki, bu sualın böyük bir hissəsinə aydınlıq gəldi və aydın olur ki, bir müsəlman, yəni Allahın kitabına və Peyğəmbərin sünnəsinə, Muhammed sallallahu aleyhi və səlləmin şəriətinə sarılırsa və sağlam fikirdə, radikalizmdən uzaq bir şəkildə Allahın dininə sarılırsa, təbii ki, bunu istər qərb dairələri fundamentalizm adlandırsın, yəni dininə möhkəm sarılmış müsəlman kimi vəsf etsinlər, istər də başqa vəsflər, başqa adlar adlandırsınlar. Bəzilərinə görə hətta bu radikalizm də ola bilər. Yəni onlar dinə möhkəm sarılan insanlara radikalizm adlanır. Necə ki, biz bunu, hətta mən çox təəccübləndim Abdurrahim müəllim. Yəni bir dəfə radikalizm haqqında Azərbaycan dilində yazılmış məqalələr baxırdım. Təsəvvür eləyin, belə bir məlumat çıxdı qarşıma. Məqalənin əvvəlində radikalizm sözünün Latın dilində mənasını verir, izah verir, terminoloji olaraq izah verir. Sonra qeyd edir ki, radikal kəslər o kəslərdir ki, İslamın prinsiplərinə möhkəm sarılıb, Quran və ancaq Quranda və hədislərdə gələn dəyərlərə möhkəm sahib çıxır, sımsıxı yapışırlar bu dəyərlərdən və sonra isə ittiham edir. Yəni sanki yəni fundamental müsəlmanlar olaraq təbii ki vəsf edir. Həmçində ittiham edir ki, bu insanlar radikaldırlar. Yəni sən Qurana möhkəm sarılmısan, sən hədislərə möhkəm sarılmısan, səni radikallıqda ittiham edir və həmçinin də əlavə böhtanlar da atır. Bu məqalələr təəssüflər olsun Azərbaycan dilində yazılır. Cəmiyyətimizdə də çox dəyişir. Yəni biz özümüz də qarşılaşırıq. Məsələn, içki məclisi olur məsələn. Bəli. Desən ki, mən içki olan məclisdə oturmadan, çünki Allah Rəsulü məsələn belə məclisi lənətləyib. Bəli. Yəni orada ki, məsəl üçün sərxoş edici içkilər qəbul edir, mən orada oturmuram. Bəli. Və deyirlər ki, sən radikalsan, məsəl üçün belə qınayırlar da. Halbuki, yəni mən dinimə riayət edirəm. Yəni mən nə səni təhqir eləmirəm, nə sən yab stolovu dağıtmıram, nə məsəl üçün sən qarşı nə bilim belə də davadalaş salmıram. Sadəcə mən imtina edirəm o məclisdə oturmaqdan. Çəkilirəm kənara, gedirəm başqa bir işimlə məşğul oluram və ya başqa yerdə gedib əyləşirəm. Yəni təbii ki, bu cəmiyyətimizdə ümumiyyətlə bu yanlış fikir var.